Birlikdə də bu dəfə xəyanət ən böyük təhlükədir mövzusu müzakirə olundu. Mən onu heç vaxt bağışlaya bilmirəm. Aparıcı Şəlalə xəyanətin qurbanları olan müğənnilər haqqında nəyi söylədi? Öz evində xəyanətə uğrayır. Mələk libasında gəlirlər, şeytan libasında həyat alt üst eləyirlər. Müğənnilər Yaqut Qarabağlı, İlhamə Eşq kimin tərəfindən xəyanətə uğrayıb? Evimdə can deyib başıma çıxartdım. Təhlükəyə, fəlakətəm. Şair Amil Baycanın fərqli yanaşması. Çalışıram ki, nəzarətdə saxlayam ki, mən onlara xəyanət etməyəm. Müğənni Şamil Sabirabadlıya kim xəyanət edib? Məndən başqa heç kim bilməyəcək. Mən sirrimi vermişəm ki, yəni bir dost kimi, yaxın bir qardaş kimi bu açıq. Psixoloq Paşa Yaqubun məsləhətləri bu bazar Birlikdənin 19:30 buraxılışında.